aşıq texnikasından istifadə edib. Yavaş məclisi aldı əlinə. Bu da ifaçılıq xüsusiyyətidir. Onu da bacarmaq lazımdır. Bəli, sağ olun. Belə sincimərdə danışıqla. Yavaş-yavaş işini gördü. İndi görərsiniz, görün necə danışadır. Səfərli bəlim, bu aşıq sənətində, bu mədəniyyət coğrafiyasında Göyçə bölgəsi əsas belə deyək, epicentridir bu sənətin inkişafında. Və bizim Azərbaycanın digər bölgələrində elə bir ki, Göyçə aşıq məktəbinin böyük təsiri olubdur. Və bu nədən irəli gəlir? Çünki o sənətin mədəni kökündə dayanan böyük dahilər olmuşdur. Məsələn, Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər. Bu yəni Aşıq Ələsgərin bəlkə dahili ilə bağlı. Hər millət. Gençler dedi, Arifazlar dedi, Enişkalar dedi, Yaponlar dedi, Azerbaycanlar dedi, bize satan peşemeye çok konferansmıştır. Birden başladı. Bir şey, sen ölmüşsen, yurdun yuvan meskensen, anam doğma vatanımsan, ayrılar mı könlünüzden Azerbaycan. Bunu dedik, bir ince, küçük, sabır düştü. Buna onların deki ilk o zaman Türkçe şehirdi, hiç güzel, Türkçe'yle şehir demişim, ağzını sanırım tabii. Benim hamman gözü bak, şehir demişim. Benim ülkemiz olacak, güzel farkında. Ne sen onun farkında, sen yaparız farkında. Başımda olur, köpük, içimde, dışımda deniz. Benim ülkemiz olacak, köylerine farkında. Ne sen onun farkında, sen yaparız farkında. Bir de Türklerin bir maçı, bütün Türkçe kamuoyu azalıyor. Mandareli Bey bana şarkı söyleyeyim sana. Ne beni ördüm kurtardı, ne sen geldin bana söyle beni hiç kimsenin. Türk kızını orada sıranı kurtarmışlar. Yani bu cümlede o Özbekistan olduğu işi bulunmadı, konferansta. Dedi ki, istedi Özbekistan ötesinde bir Sayın Özbekistan Hazırı burada sınırlarız. Şahit, o işitti unuttu. Kazakistan'ın şartlarını mutlak köylerinde bile birden eleşiyor. Я пошел сюда, поездил, вспомнил, что я не слепал. Сейчас я могу как ну, что вспомнил, что мы говорили, что он пошел сюда, еще это, что-то писать, он был, что-то писать, вообще когда прям вокруг писать. Yani, Avrupa'da onların böyle isim küzü şarkısı var. Böyle Türk tarihçesi var. Hele ki Türkçü'ye, onda içinde sözlerimize de Aksensiz, düzgün dildə oxu desəm. Allah sağ olun.